birinizi ürəkdən salamlayırıq. İşsiz və iş axtaran şəxslər üçün növbəti vakansiya toplusunu təqdim edirik. Başlayaq Şabrandan. Şabranın 25-45 yaş arası işsiz və iş axtaran sakinləri. Şabran su meliorasiya sistemlərinin istismar idarəsi nizamlayıcı fəhlə axtarışındadır. İş 5 günlük qrafiklədir, maaş təklifi isə 600 manatdır. Ağsu Qrup MMG isə satıcı axtarışındadır. Şirkət bu vakansiya üçün ali təhsil tələb etmir. 18-60 yaş aralığında olan şəxslər müraciət edə bilərlər. İş qrafiki 6 günlük, maaş təklifi isə 442-556 manat aralığındadır. Ali təhsilini başa vurmuş, artıq müəyyən qədər iş təcrübəsi qazanmış, yaşı 30-u keçmiş, amma hələ də ürəyincə iş tapa bilməmiş, işsiz və iş axtaran Sumqayıt sakini. Azəriqazdan sizə yaxşı təklif var. Mühəndis vakansiyası üzrə aylıq maaş da 988-1090 manat aralığında. İş 5 günlük qrafiklədir, amma qeyd olunur ki, bu iş üçün müraciət edən şəxsin yaşı 60-ı keçməməlidir. Gəncənin işsiz və iş axtaran sakinləri. Sizin üçün də yaxşı təklifimiz var. Belə ki, Gəncə Park Residence layihə direktoru vakansiyası üzrə işçi axtarır. İş 5 günlük qrafiklədir və bu iş üçün ali təhsil tələb olunur. Yaş tələbi isə 25-65 yaş aralığındadır. Xan Lənkəranın ali təhsilli gəncləri Express Bank kiçik mütəxəssis axtarışındadır. İş qrafiki 5 günlük, maaş təklifi isə 460-560 manat aralığındadır. Bu vakansiyaların hər hansı birinə müraciət etmək üçün ərazi üzrə regional məşğulluq filialına və ya xidmət şöbələrinə yaxınlaşa bilərsiniz. Yeni vakansiyalarla görüşənədək. Hələlik.